Qoç bürcü. Məlumata baxışını yenilə. Özünü boş yerə yorma. Hər şey hazırdır. Qarşında maneə yoxdur. Hətta həddini aşan tərəflərin belə səni dayandırmır. Sadəcə enerjində bircə zəif nöqtə var. Bəzən tələskənlik. Günün ümumi enerjisi. Bugün xeyirli təsirdən yararlanmaq üçün çevik və uyğunlaşa bilən olmaq lazımdır. İnsanlarla ünsiyyətə açıq olsan, çox şey qazana bilərsən. Söhbətlər rahat axacaq, fikirlər asan paylaşılacaq. Sevgi həyatı. Günün ab-havası sakit, rahat və ədalətli münasibətləri dəstəkləyir. Mübahisə və gərginlik üçün yer yoxdur. Hisslərin durulacaq, sözlərin isə yerli yerində olmalıdır. Ulduzların məsləhətinə qulaq assan, sevgi də sənin tərəfinə keçə bilər. Münasibətdə olanlar üçün. Bugünün enerjisi romantik, biraz da idealizə olunmuş ailə sevgisini önə çıxarır. İçindən şeir demək, gözəl sözlər söyləmək gələcək və utanmayacaqsan. Əgər gün boyu partnyorun səndən uzaqda olacaqsa, bu həsrət və romantika daha da güclənə bilər. Subaylar üçün. Bugün emosional imkanların açıqdır. Sadəcə biraz nəzakət və daha çox zəriflik əlavə et. Belə olanda sənin şirin sözlərinə və davranışına qarşı durmaq çətin olacaq. Özünü diqqətli, mədəni və cazibədar göstərmək üçün ideal gündür. Pul axışı. Əgər qarşına məqsəd qoymusansa, bugün maksimum səmərəlilik göstərə bilərsən. Bankla danışıq, razılaşma və ya rəhbərliklə müzakirə kimi işlərdə ulduzlar sənə təkan verir. İstədiyini almaq şansın yüksəkdir. İş həyatı. Bugün iş həftəsindən biraz uzaqlaşmaq, maraqlı insanlarla tanış olmaq və fərqli sosial mühitlərə qarışmaq üçün gözəl fürsətdir. Biraz sənət, yaradıcılıq və ya mədəni tədbir əhvalını daha da yaxşılaşdıra bilər. Buğa bürcü. Bugün inandırmaq qabiliyyətin zirvədədir. İdeallarının və hisslərinin dərinliyini göstərməkdə çətinlik çəkməyəcəksən. Ev, mənzil, ailə və uşaqlarla bağlı planlar gündəmdə ola bilər. Günün ümumi enerjisi. Komplimentlər alacaqsan və bu səni düşündüyündən də çox motivasiya edəcək. Xarizman, cəsarətin və bacarıqlarınla diqqət çəkirsən. Buna görə də dəstək görmə ehtimalın artır. Özünə inan və fikrini rahat şəkildə ortaya qoy. Sevgi həyatı. Sevgi həyatında bəzi dalğalanmalar ola bilər. Ona görə də özünü biraz gərgin və narahat hiss etməyin təbiidir. Amma bugün ulduzlar münasibətlərini sanki xüsusi nəzarətdə saxlayır. Şans sənin tərəfinə keçir. Sadəcə özünü çox sıxma, axına burax. Səmimi insanlar sənə xoş sözlər deyəcək və ruhunu qaldıracaq. Münasibətdə olanlar üçün. Cütlüklər üçün söhbət və müzakirə üçün uyğun gündür. Sizin aranızdakı ab-hava elədir ki, bəzi məsələləri dilə gətirməyə qaçınılmaz olur. Çətin mövzulara da toxunacaqsan, qaranlıq qalan məqamları aydınlaşdıracaqsan. Günün sonunda üzərindən böyük bir yük qalxmış kimi yüngülləşə bilərsən. Subaylar üçün. Yaxın dostunun məsləhətinə sözbəsöz əməl edirsən. Onunla danışmaq sənə çox yaxşı təsir edəcək. Yavaş-yavaş şübhələrin azalacaq, özünə inamın geri qayıdacaq. Sadəcə cazibənə və təsir gücünə inanmağın kifayətdir. Pul axışı. Pul mövzusunda sənə verilən vədlərə diqqətlə yanaş, xüsusilə də birdən-birə böyük gəlir vəd edən sözlərə. Ümumilikdə maliyyə ilə bağlı narahatlıq gözlənmir, hətta əksinə, rahatlıq ola bilər. Kimsə səndən maddi kömək istəyərsə, həddindən artıq güzəştə getmə. İş həyatı. Özünə qısa bir dincəldici yuxu icazəsi verə bilərsən. Biraz toparlanandan sonra daha enerjili şəkildə davam edəcəksən. Bu gücünü bərpa etmək üçün yaxşı üsuldur. Həftə sonu çətin də olsa, işlərini inamla yoluna qoyub yaxşı nəticə ilə bitirə bilərsən. İstirahət vaxtı. Sənin üçün həftə sonu əyləncə və istirahət deməkdir. Qısa səfərlər, gəzinti, dostlarla görüş, kiçik bir məclis və ya yeni fəaliyyətlər sənə çox yaxşı gələcək. Yaradıcılığını oyatmaq üçün özünə imkan yarat. İçindən necə gəlirsə elə də et. Özünü sevindir. Əkizlər bürcü. Köhnə bir söhbət yenidən gündəmə gələ bilər. İndi yaxınlarınla şərtlərini açıq və aydın şəkildə deməyin vaxtıdır. Əsəbi gərginlik arta bilər. Ona görə mütləq dincəlməyə ehtiyacın olacaq.
Sevdiyin rahatladıcı məşğuliyyətlərə vaxt ayır. İstirahətdən çəkinmə. Günün ümumi enerjisi. Bu günün yumşaq və ölçülü ab-havası incə bir məsələni həll etməyə kömək edir. Mövzunu sakitcə düşün. İçində saxladığın yükdən azad ol. Qarşı tərəf də anlayışlı olacaq. Situasiyaya geniş baxış, mehribanlıq və sülh istəyi söhbətlərdə hiss olunacaq. Sevgi həyatı. Bu gün möhkəm münasibətləri dəstəkləyir. Həm də gündəlik həyatına rəng qatacaq yeni tanışlıqlar üçün uyğun vaxtdır. Sevgi də var, dostluq da var. Geri durma. Əgər münasibətdəsənsə, bunu daha ciddi mərhələyə keçirmək istəyi yarana bilər. Münasibətdə olanlar üçün. Həm fikrində, həm də qəlbində duyğusal həyatını daha gözəl etmək arzusu var. Birlikdə paylaşacağın ilhamlı planlara başlamaqdan qorxmursan. Bu ideyalar asanlıqla dəstək toplaya bilər və ikinizə də yaxşı təsir edər. Sübaylar üçün. Tək başına savaşmağa çalışma. Çünki yanında səni dəstəkləyən insanlar var. Üstəlik bugünün enerjisi sanki səni qoruyur və yolunu açır. Gün sənə romantik bir aura verir. Xəyalın daha yaxşı günlərə doğru gedir və ümidin güclənir. Pul axışı. Bugün danışıqlar və razılaşmalar gözlənilmədiyi istiqamət ala bilər. Amma bu proses sənə planların üçün çox şey öyrədəcək. İçində şübhə olsa da, maliyyə mövzusunda yeniliklərə daha açıq olmağın məsləhətdir. Ona görə də hər şeydən dərhal narahat olmağa dəyməz. İş həyatı. Sanki görünməyən bir dəstək var və işlərin yüngülləşir. Faydalı dialoqlar açılır, işinə yarayan tanışlıqlar artır. Gözləmədiyin fürsətlər çıxacaq. Fikir dəyişmək və ya istiqaməti yeniləmək üçün şansın ola bilər. Diqqəti üzərinə çəkməksə bugün sənə asan gələcək. Asudə vaxtı. Biraz rutin səni yuxuladır və sən dəyişiklik istəyirsən. Dəniz kənarı kimi rahat bir yerə qaçmaq fikri yarana bilər. İçində naməluma qarşı güclü maraq var. Amma ətrafdakılar sənin enerjinə tam uyğun cavab verməyə bilər. Və bu biraz kefsizlik gətirə bilər. Özünü sıxma. Bu his keçicidir. Xərçəng bürcü. Bugün adətən olduğundan daha ciddi və maraqçılsan. Dostlarınla ünsiyyət sənə yaxşı təsir edəcək. Tək qalma. Keçmişi çox xatırlamaq enerjini azaldır. Mütləq yeni səhifə açmalısan. Günün ümumi enerjisi. Əhvalın elə də yüksək deyil və yaşadığın gərginliklər sənin xeyrinə işləmir. Gücün azalır. Sanki içindəki ehtiyatlar da yavaş-yavaş tükənir. Biraz nəfəs almağa ehtiyacın var. Özünə vaxt ayır, başını yüngülləşdir. Sevgi həyatı. Sevgi tərəfi sakit və xoş ab-havadadır. Ay səssiz şəkildə sənə bir istiqamət göstərir. Qayda sadədir. Sevirsənsə addım at. Bu fikir gün boyu ağlında olacaq və başqa şeylərə çox fokuslana bilməyəcəksən. Münasibətdə olanlar üçün. Münasibətinizin gələcəyi sabit görünür. Sadəcə bəzən partnyorunun biraz soyuq və məsafəli davranışı səndə şübhə yarada bilər. Amma dərinlikdə bilirsən ki, siz bir-birinizə bağlısınız. Hər detalı xırdalamağa ehtiyac yoxdur. Subaylar üçün. Subaysan, dəyişiklik havası var. Ayın təsiri sənə fərqli və yadda qalan bir tanışlıq şansı verə bilər. Keçmişdə qalan insanları keçmişdə burax. Yeniliyin dalğasına min və irəli get. Pul axışı. Maliyyə baxımından ən rahat dövr deyil. Amma diqqətli ol, vəziyyəti yaxşılaşdırmaq üçün bir fürsət görünür. Razılaşmalar, danışıqlar və ya müqavilələr gələcəyin üçün önəmli ola bilər və yeni qazanc qapısı aça bilər. İş həyatı. Bugün bir neçə dostla yeməyə dəvət etmək və ya dəvət almaq üçün idealdır. Söhbətlər rahat gedəcək, münasibətlər yumşalacaq. Günün yorğunluğundan sonra bu yüngüllük sənə çox yaxşı gələcək. Asudə vaxtı. Evdə ciddi bir səliqə-səhman yaratmaq istəyirsən. Köhnə əşyaları çıxarıb ayırırsan, lazımsızları atırsan.
Bu zaman köhnə valı və ya köhnə musiqi yazıları qarşına çıxa bilər və xatirələrin canlana bilər. Bu həftə sonu musiqi sənə yoldaşlıq edəcək və ruhunu hərəkətə gətirəcək. Şir bürcü. Bugün dəyişikliklərə daha yetkin və düşüncəli yanaşırsan. Peşman olmadan irəli gedirsən. Vacib bir qərar yaxınlaşır. Həvəsin və enerjin səni bir addım önə aparır. Yeni üfüqlərə açılırsan. Hər şey yaxşı gedir. Günün ümumi enerjisi. Bugün cəsarətin sanki ikinci təbiətinə çevrilir. Bu da həqiqəti üzə çıxarmağa kömək edəcək. Üstəlik danışıqlar aparmaq bacarığın daha da güclənir və doğru istiqamətdə özünü göstərir. İç səsinə qulaq as, çəkinmə. Sevgi həyatı. Bugün barışdırıcı, uyğunlaşan, elastik enerji gətirir. Xüsusilə duyğularla bağlı mövzularda ünsiyyət diplomatiyada birinci olur. Güc savaşı yoxdur. Sancılayıcı sözlər yoxdur. Axıcı bir rahatlıq var. Sakitlik var. Hiss edirsən ki, səni anlayırlar. Münasibətdə olanlar üçün. Bugün özünü daha cazibədar göstərmək, partnyorunu təsirləndirmək və ona emosional xoşbəxtliyi üçün doğru insan olduğunu hiss etdirmək üçün əla gündür. Bugün özünə də, münasibətinə də qayğı göstər. Özünü əzizlə. Qarşı tərəfi üçün də özünü daha xüsusi və unudulmaz et. Subaylar üçün. Bugün kimisə incitməkdən və mübahisədən uzaq durursan. Bu çox yaxşıdır. Səmimi və mehriban davranışın sənə gözəl tanışlıqlar üçün şans gətirir. Axı kim narazı və daim söz gəzən insanları sevir? Heç kim. Sevgi səni gözləyir. Pul axışı. Maliyyə həyatında yaranan yeniliklərə asanlıqla uyğunlaşacaqsan. Bugün səni həyəcanlandıran layihələrə doğru çəkə bilər. Amma praqmatik və sağlam düşüncə ilə yanaşsan, uğur qazanmaq ehtimalın yüksəkdir. İş. Gün sənin üçün çox gözəl keçə bilər. Yetər ki, hərəkətlərini balansda saxlayasan. Özünü zorlamadan addım at. Həddini aşmadan cəsarətli ol. Bu incə tarazlığı tutsan, gündəlik narahatlıqları biraz unuda biləcəksən. Asudə vaxtı. Narazılıq və ya sıxıntını öz uğurun üçün yanacağa çevirirsən. Nə qədər qüsur görürsənsə, həyatına dəyişiklik ruhu gətirmək istəyi bir o qədər artır. Səni yıxmaq çəkindir. Dözümlüsən. Yorulmazsan. Qız bürcü, sənə uyğun olmayan bir rolu oynamağa özünü məcbur etmə. Bugün sənin ən böyük gücün səmimiliyindir. Enerjini ağılla qoruyursan. Stresi azaltmaq üçün biraz fiziki hərəkət etmək sənə çox yaxşı təsir edər. Tərəzi bürcü. Bugün etdiyin bir səhvi düzəltmək üçün fürsət yaranacaq. Doğru istiqamətdə gedirsən. Həyat enerjin artır. Bu enerjini ən yaxşı şəkildə qorumaq üçün itirdiyin yuxunu bərpa et. Bunu yadında saxla. Günün ümumi enerjisi. Bəzi insanlar planlarına açıq şəkildə qarşı çıxır və sanki nüfuzun sorğu altına alınır. Biraz kefsizlik yaşaya bilərsən. Amma özünü itirmədən yenidən toparlanıb təşəbbüslərini müdafiə edəcəksən. Gizli oyunlara və arxadan çevrilən işlərə qarşı diqqətli ol. Sevgi həyatı. Əgər münasibətdəsənsə, əlaqəni daha da möhkəmləndirəcək qərarlar vermək istəyirsən. Birlikdə yaşamaqdan, hətta uşaq mövzusundan danışa bilərsiniz. Diqqətli ol. Əgər uşaq istəmirsənsə və münasibətin stabil gedirsə, sadəcə anlıq hisslərə uymamağın daha doğru olar. Münasibətdə olanlar üçün. Bugünün enerjisi daha çox münasibətlərinə yönəlir. Zəkan, fərqli baxışın, yaxşı ideyaların və ürək açıqlığın ön plana çıxır. Bu səni başqaları üçün daha cazibədar göstərir. Sevgini daha sərbəst, öz qaydalarınla yaşamaq istəyi güclənə bilər. Subaylar üçün. Bugün səma sanki sənə dəstək olur. Danışıqlarda çox güclü olursan.
öz fikrini elə məharətlə izah edirsən ki, qarşı tərəf də özünü rahat hiss edir. Hətta çox inadkar biri ilə belə ortaq yol tapmağı bacaracaqsan. Pul axışı. Yaxın günlərdə maliyyə baxımından xeyirli imkanlar görünür. Gəlirini artırmaq üçün daha çox səy göstərəcək və sürətlə hərəkət edəcəksən. Elə bil həll yolları sənin önünə hazır şəkildə çıxır. İş həyatı. Həftə sonunu evdə keçirməyi və sakit olmağı seçsən, çox qəlyanatı etməməyə çalışma. Sonradan peşman ola bilərsən. Özünü topla və az da olsa hərəkət et. Kiçik məşq belə yaxşı təsir edər. Asudə vaxtı. Cəmiyyətdə parlayacağın fürsətləri qaçırmaq istəməyəcəksən. Dəvəti qəbul edəndə biraz tərəddüd edə bilərsən. Amma bu görüş gələcək üçün yaxşı zəmin yarada bilər. Sənə təsadüfi görünən şey əslində daha mənalı çıxa bilər. Əqrəb bürcü. Bugün iç səsinə güvənməkdə haqlısan. Hisslərin çox dəqiq çıxır. Həyat ritmindəki kəskin dəyişikliklər səni gərginləşdirə bilər. Sakit ol və qəbul et ki, özünü biraz artıq yükləmisən. Günün ümumi enerjisi. Münasibətlərində tarazlıq tapmaq və onu qorumaq istəyirsən. Sevdiklərini razı salmaq üçün asanlıqla yol tapırsan. Ağıllı güzəştlər edirsən. Günün ab-havası çox xoş və rahat olacaq. Sevgi həyatı. Subaysan, bugün yeni tanışlıqlar gətirə bilər. Münasibətdəsənsə, hər şeyi aydınlaşdırmaq, asanlıqla ortaq qərara gəlmək və ya ikinizi də sevindirəcək birgə plan qurmaq üçün ideal gündür. Münasibətdə olanlar üçün. Əgər son günlərdə səmimi şəkildə düşünmüsənsə, indi yenidən başlamaq olar. Partnyorunla birlikdə daha çox öz həqiqi istəklərinə uyğun bir həyat qurmağa başlaya bilərsən. Subaylar üçün. Tək qalmamaq üçün fürsətlər var. Münasibətlər düşüncələrin mərkəzindədir və təbii ünsiyyətçiliyin artır. Ehtirasların yüksəlir. Bu enerji bəzən çox gözəl, duyğulu gecələr yarada bilər, bəzən də mübahisəyə səbəb ola bilər. Özünü idarə etməyə çalış. Pul axışı. Şansı öz tərəfinə çəkirsən. Maliyyə mövzusunda fərqli yolları yoxlayırsan. Büdcəni elə yaxşı idarə edirsən ki, tam nəzarətdə saxlayırsan. Tanışlıqlarından düzgün istifadə edib əlaqələrini artırırsan və bu yaxşı nəticə verir. İş həyatı. Həddindən artıq sosial olmaq sonradan çətinlik yarada bilər. Bu enerjili və məhsuldar gündən istifadə et və səni digərlərindən fərqləndirəcək qədər iş gör. Bəzi insanlar və ya müəyyən vəziyyətlər sənin üçün ciddi sınaq ola bilər. Asudə vaxt. Sənin pozitiv enerji ehtiyacın güclüdür. Ona görə də son dəqiqə pop-rock konsertinə bilet almaq istəyə bilərsən. Rutini bozmaq getdikcə sənin üçün daha vacib bir dərmana çevrilir. Oxsatan bürcü. Bugün iç səsinə güvənməkdə haqlısan. Hiss etdiklərin çox dəqiq çıxır. Həyat ritmindəki kəskin dəyişikliklər səni narahat edir. Tələsmə. Sakitləş və qəbul et ki, özünü həddindən artıq yükləmisən. Günün ümumi enerjisi. Münasibətlərində tarazlıq tapmaq və onu qorumaq istəyirsən. Sevdiyin insanları məmnun etmək üçün asanlıqla yol tapırsan. Ağıllı güzəştlər edirsən. Günün ab-havası xoş və rahat olacaq. Sevgi həyatı. Əgər subaysan, bugün yeni tanışlıqlar gətirə bilər. Əgər münasibətdəsənsə, hər şeyi aydınlaşdırmaq, asanlıqla ortaq qərara gəlmək və ya ikinizi də sevindirəcək birgə plan qurmaq üçün gözəl gündür. Münasibətdə olanlar üçün. Əgər son günlərdə səmimi şəkildə düşünmüsənsə, indi yenidən başlamaq olar. Partnyorunla birlikdə daha çox öz istəklərinə uyğun bir həyat qurmağa başlaya bilərsən. Subaylar üçün. Tək qalmamaq üçün imkanların var. Münasibətlər beynində ön plana çıxır və təbii ünsiyyətçiliyin artır.
ehtirasların yüksəlir. Bu ya çox gözəl və duyğulu gecələr gətirə bilər, ya da əsəblərini oynadıb mübahisəyə səbəb ola bilər. Sakit qalmağa çalış. Pul axışı. Şansı öz tərəfinə çəkirsən. Maliyyə mövzusunda fərqli yolları yoxlayırsan. Büdcəni elə yaxşı idarə edirsən ki, hətta tam nəzarətdə saxlayırsan. Tanışlıqlarından düzgün istifadə edib əlaqələrini artırırsan və bu işə yarayır. İş həyatı. Həddindən artıq sosial olmaq sonradan problem yarada bilər. Bu enerjili və məhsuldar gündən istifadə et və səni digərlərindən fərqləndirəcək qədər iş gör. Bəzi insanlar və ya müəyyən vəziyyətlər sənin üçün ciddi sınaq ola bilər. Asudə vaxtı. Səndə yüksək enerji və pozitiv ab-havana ehtiyac var. Ona görə də son dəqiqə pop-rock konsertinə bilet almaq istəyə bilərsən. Rutini bozmaq getdikcə sənin üçün daha vacib bir dərmana çevrilir. Oğlaq bürcü. Bugün sosial həyatın çox önəmli olacaq və sənə həqiqi rahatlıq verəcək. Hər mənada cazibələr gücləlir. Amma həddi aşma, özünü nəzarətdə saxla. Biraz ölçülü olmaq sənə daha çox xeyir gətirəcək. Günün ümumi enerjisi. Həssas və çətin bir işə başlamağa hələ hazır deyilsən. Özünü sıxma, tələsmə. Hüquqi mövzular və ya qaydalarla bağlı məsələlər sənin üçün birinci sırada olacaq. Ədalətsizliklər bugün səni adətindən daha çox narahat edə bilər. Sevgi həyatı. Düşüncə tərzini yeniləməyə ehtiyac var. İnanclarını və həyata baxışını biraz dəyişmək istəyə bilərsən. İnsan təkcə məntiqlə yaşayan varlıq deyil. Bunu qəbul etdikcə özünü daha rahat hiss edəcəksən. Pul axışı. Maliyyə vəziyyətinin yaxşı olması sadəcə arzu deyil, bu real bir vəziyyətdir. İşlər asanlıqla axır, problem görünmür. Əgər yatırım planların varsa, düzgün yerini tapacaq və rahat irəliləyəcək. Asudə vaxt. Geri qaydanda özünü daha yaxşı hiss edəcəksən. Fikirlərin aydınlaşacaq, ruh halın yüksələcək. Köhnə bir tanışdan zəng gələ bilər. Səni dəbdə olan bir məkanda axşam görüşünə dəvət edəcək. Sanki istəklərin kainat tərəfindən eşidilir. Dolça bürcü. Bugün əhvalın çox yaxşıdır və sən hər zamankindən daha xoş təsir bağışlayırsan. Ünsiyyətdə uğur qazanmaq üçün hər şey mümkündür. Dərindən nəfəs al. Bu, başladığın dəyişikliklər üçün lazım olan sakitliyi tapmağa kömək edəcək. Günün ümumi enerjisi. Bugün yaxşı əhvalını heç nə poza bilməz. Həvəsin sayəsində bəzi insanların xırda davranışlarını vecinə almayacaqsan və onlara fürsət verməyəcəksən. Zəhərli münasibətlərdən uzaq durmağı seçəcək, diqqətini yalnız etməli olduqlarına yönəldəcəksən. Sevgi həyatı. Səni dəstəkləyən müsbət bir enerji var. Bu, ən dəyərli bağlarını möhkəmləndirməyə kömək edir. Səni daha ciddi addımlara, sözlərə, planlara və birlikdə qurulan gələcəyə doğru həvəsləndirir. Daha çox nəvaziş və yaxınlıq hissi ön plandadır. Münasibətdə olanlar üçün. Bugün sevgi həyatında uyğunlaşma şansını artırırsan. Partnyorunla söhbətlər daha ahəngli ola bilər. Bu yumşaq abu-havada hisslərini, istəklərini və ikiniz üçün düşündüyün yeni planları rahatlıqla dilə gətirəcəksən. Subaylar üçün. Ətrafındakı insanları asanlıqla cəlb edirsən. Gün sənə güclü bir xarizma verir və sən bunu danışığında açıq şəkildə göstərirsən. Bu təsir gücündən istifadə et. Səni cəlb edən birinin diqqətini çəkmək üçün yaxşı fürsətdir. Pul axışı. Maliyyəni idarə etməkdə əlin sərbəstdir. İddialı və cəsarətli bir layihəyə özünəməxsus imza atmaq şansın var. Hədəfə dəqiq vurmaq üçün əlindən gələni edəcəksən və sonda sənə hər tərəfdən sərf edən çox yaxşı bir razılaşma əldə edə bilərsən. İş həyatı. Masanda çətin sənədlər yığılıb qalır. Kağız işləri səni sıxır. Amma bu işlər həll olmaz deyil. Əvvəl sənə zövq verən işləri önə çək. Daha sonra rutin və yorucu işləri rahatlıqla tamamlayarsan. Asudə vaxtı. Həftə sonunu biraz qaçış kimi görürsən. Yeni üfüqlər açmaq, bilik dairəni genişləndirmək və zövq almaq istəyirsən. Hara gedəcəyinə və nə edəcəyinə özün qərar ver.
İstəklərini ən yaxşı qarşılayan seçimi seç. Balıq börcü. Bu gün faydalı olmaq istəyin güclüdür və bunun üçün imkan da tapacaqsan. Etdiyin yaxşılıq qarşılıqsız qalmayacaq. Dostlarla və ya ailə ilə görüşmək sənə mənəvi olaraq enerji verər və stresi yavaş-yavaş uzaqlaşdırar. Günün ümumi enerjisi. Bu gün düzgün istiqamətdə getmək üçün intuisiyana güvənə bilərsən. Nəticələr ümidvericidir. Güc savaşı yox, yaxınlıq və anlaşma sənin üçün daha önəmlidir. Ünsiyyətdə sevindirici uğurlar qazana bilərsən. Sevgi həyatı. Bu gün zərafətini qiymətləndirirlər. Hisslərin çiçəklənməsi üçün ideal bir ab-hava yaradırsan. Sevgi sahəndə güc nümayişi işləmir. Sən hər yolla harmoniya qurmağa çalışırsan və bunu da bacarırsan. Münasibətdə olanlar üçün. Səninlə yaxınlıq paylaşan insanlara qarşı tam ədalətli və səmimi olmağa çalış. Duyğular qarışıq ola bilər. İçində çox istək yaranar. Əgər ayrılıq yaşansa, dərhal yeni bir hekayəyə düşmək ehtimalı var. Münasibətdə olanlar üçün isə ab-hava biraz qeyri-sabit görünə bilər. Sübaylar üçün. Zərif görünüş, incə davranış və insan içində rahatlıq bugün sənin əsas üstünlüyündür. Yaxın zamanda ümidverici tanışlıqlar ola bilər. Amma bugün yaranan bağların uzun ömürlü olacağına tam zəmanət yoxdur. Pul axışı. Sağlam düşüncən bugün ailən üçün maliyyə baxımından yeni qazanc yolları görməyə kömək edəcək. İntuisiyan da doğrudur. Məqsədinə çatmaq üçün necə davranmalı olduğunu yaxşı bilirsən. Əsassız qorxuların səni saxlamasına imkan vermə. İş həyatı. Yaradıcı işlər üçün çox gözəl gündür. Fikirlərini real nəticəyə çevirmək və qalıcı bir iş ortaya qoymaq mümkündür. Eyni zamanda ideyalar, razılaşmalar, təşəbbüslər və müqavilə imzalamaq üçün də uğurlu enerjidədir. Asudə vaxtı. İntuisiyan daha da güclənir və ətrafda baş verənləri tez hiss edirsən. Özünü mühitinlə tam uyğun və bağlı hiss edirsən. Problemləri qabaqcadan sezə, eyni zamanda çıxış yolunu da tez tapa bilərsən.